Salamlar, vaxtınız xeyir olsun. Artıq oktyabr ayının 21-i və 22-si, xüsusən günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin qısa müddət ərzində kəskin dəyişilməsi gözlənilir. Proses oktyabr ayının 20-si artıq gündüz saatlarından başlayaraq əvvəlcə Azərbaycanın şimal və qərb rayonlarında hava şəraitinin dəyişilməsinə səbəb olması gözlənilir. Prosesin növbəti inkişafı nəticəsində, yəni prosesin sonrakı inkişafı nəticəsində isə artıq oktyabr ayının 21-i gündüz, 21-i axşama doğru və 22-si günün birinci yarısına qədər olan müddət ərzində prosesin bir qədər də güclənməsi fonunda yağıntıların lokal qısa müddət ərzində intensiv və güclü olması, şimşək çaxması, dəniz səviyyəsindən 1500 metrdən yüksəkliyə yerləşən ərazilərdə isə yağışın sulu qara və yer-yer qara keçməsi ehtimalı var. Bu barədə mütəmadi olaraq kanalda yenilənmiş məlumatlar yayımlanacaq. Prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, Şimali Qafqaz ərazisindəki hava sahəsində orta troposferdə atmosfer təzyiqinin kəskin şəkildə aşağı inməsi fonunda Şərqi Avropadan, Rusiyanın qərbindən soyuq hava kütlələrinin tədricən Qafqazın şimalından Qafqazın cənubuna doğru daxil olması gözlənilir. Bu prosesə paralel olaraq isə Qara dənizin şərq ərazilərindən, Aralıq dənizin şərqindən və orta troposferdəki ekstratropik siklon sisteminin dönüşü ilə əlaqədar olaraq Xəzər dənizindən də Azərbaycan arasına doğru rütubətli hava axınlarının daşınması gözlənilir. Bu proses nəticəsində, yəni artıq oktyabr ayının 20-si gündüz saatlarında Azərbaycanın əvvəlcə şimal və qərb rayonlarından başlayaraq prosesin tədricən start götürülməsi başlaması gözlənilir. Artıq oktyabr ayının 21-i gündüz, 21-i axşama doğru isə prosesin bir qədər güclənməsi və 22 oktyabr günün birinci yarısına qədər olan müddət ərzində yağıntıların intensiv, qısa müddət ərzində güclü olması ehtimalı var. Prosesin nəticəsində Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayılı, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran, Dağlıq, Şirvan ərazilərində oktyabr ayının 20-si gündüz saatlarından başlayaraq havada buludluğun artması, arabir yağış yağması, yağıntıların artıq oktyabr ayının 21-i axşama doğru bir qədər lokal xarakterli qısa müddət ərzində intensiv və güclü olması, şimşək çaxması, xüsusən də dəniz səviyyəsindən Böyük Qafqaz rayonlarının dəniz səviyyəsindən 1500 metrdən yüksəkliklə yerləşən dağlıq ərazilərində yağışın sulu qara və qara keçməsi ehtimalı var. Prosesin nəticəsində, yəni yağıntıların qısa müddət ərzində intensivləşməsi fonunda dağ saylarında suluğun artması və qısa müddət ərzində yer-yer sel daşqını hadisələrində artım ehtimalı var. Artıq oktyabr ayının 22-si gündüz saatlarından başlayaraq hava şəraitinin tədricən sabitləşməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qazax, Ağstavat, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göyçə, Goranboy və eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində də oktyabr ayının 20-si gündüz havada buludluğun artması və arabir yağış yağması gözlənilir. Xüsusən də oktyabr ayının 21-i artıq gündüz, 21-i axşama doğru isə prosesin bir qədər də güclənməsi fonunda yağıntıların lokal qısa müddət ərzində intensivləşməsi gözlənilir. Dəniz səviyyəsindən 1500 metrdən yüksəkliyə yerləşən ərazilərdə yağışın sulu qara və yer-yer qara keçməsi ehtimalı var. Oktyabr ayının 22-si günün birinci yarısından başlayaraq qısa hava şəraitinin tədricən sabitləşməsi ehtimalı var. Mərkəzi Aral rayonlarının Yevlax, Kürdəmir, Ağcabədi, Bərdə, eyni zamanda Beyləqan, Zərdab, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində də oktyabr ayının 20-si gündüz havada buludluğun artması, 21-i gündüz və 21-i axşama doğru isə prosesin bir qədər güclənməsi fonunda yağışın qısa müddət ərzində lokal xarakterli arabir intensivləşməsi ehtimalı var. Oktyabr ayının artıq 22-si günün birinci yarısından başlayaraq hava şəraitinin tədricən sabitləşməsi gözlənilir. Cəllabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik ərazilərində də oktyabr ayının 20-si gündüz havada buludluğun artması, 21-i gündüz və 21-i axşama doğru isə prosesin bir qədər güclənməsi fonunda yağıntıların da lokal qısa müddət ərzində intensiv və güclü olması nəticəsində Cəllabad, Yardımlı, Lerik və Astara ərazilərinin axan çaylarda suluğun artması, xüsusilə də Yardımlı, Lerik və Astara ərazilərinin axan çaylarda qısa müddətli sel daşqını proseslərinin yenidən təkrarlanması ehtimalı var. Bu proses nəticəsində Lənkəran və Astalanın çay yataqlarına yaxın olan düzənlik ərazilərində, yəni əvvəlki dövrlərdə su basmaya məruz qalan ərazilərdə yenidən su basma hadisələrinin təkrarlanması ehtimalı var.
Bakı-Abşeron Sumqayıt ərazisində də oktyabr ayının 20-si gündüz havada buludluğun artması, şimal küləklərinin tədricən güclənməyə başlaması gözlənir. Oktyabr ayının xüsusilə də 21-i gündüz, 21-i axşama doğru, 21-dən 22-sinə keçən gecə və 22-si günün birinci yarısına qədər olan müddət ərzində Bakı-Abşeron Sumqayıt ərazisində havada buludluğun daha da artması, arabir yağış yağması, yağıntıların qısa müddət ərzində intensivləşməsi ehtimalı var. Lakin oktyabr ayının 22-si gündüz saatlarından başlayaraq artıq prosesin tədricən zəifləməsi və hava şəraitinin tədricən sabitləşməsi gözlənilir. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən, gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq.